Deyirəm, zəmanə çetin zəmanədir. Dövran müşkül bir dövrandır. Hamının başı qarşı pul qazanmağa ki, birtəhər ailələrini dolandıra bilsinlər. O da ki, mən sizə deyim, ailələrini layiqincə dolandırmağa, bu da ağa hər kişinin işidir. Mənim yadımdadır o köhnə vaxtlarda atam məni arada götürərdi belə, salardı yanına, hələ belə gezdirərdi. Gezdirərdi ki, ətrafları tanıyayım. Yəni, belə deyək də, sərbəst bir orientasiya eləyə bilim. Yəni, küçələri tanıyayım, ara keçidləri tanıyayım, məhəlləri tanıyayım. Bilirəm, yəni, indiki zamanda bu çətin məsələdir. Çox adamlar o qədər yorulurlar ki, hələ axşam evdən gələn kimi başını qoyub, hələ şülküt gedirlər. Amma ki, yenə də, bax, mən biraz sıxmışam özümü. Özüm üçün bir vaxt ayırmışam ki, səhər-səhər işdən qabaq, çıxım heç olmasa 1 saat da olsa, bax, belə gezim. Axır vaxtlarda ki, qərara gəldim ki, hələ bax, oğlumu da götürüm yanımda. Bu köhnə, necə deyərlər, doğrudan da xeyri olan bir adət ənənəni təkrarlayayım. Yəni, oğluma da göstərim bu küçələri, keçidləri, məhəllələri ki, sabah bu böyüyə-böyüyə özü buralarda olanda artıq buraları tanısın. Gedir yanımda. Görürsünüz? Canla başla özdə. Yadınızda saxlayın. Deyir bu uşaqları böyüdəndə onun qabına nə qoydunuz? O da olacaq. Qəlbdən qəlbə. Bu qədər.